Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Yaqut Səfixanova. MHM Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyatı müəllimi. Bu gün sizlə paylaşmış olduğumuz suallar haqqında danışmaq istəyirəm. Gələk sualımıza. Baxırıq ki, bizi Siçan və Tələ adlı bir mətn qarşılayır. Mətni oxuyuruq və mətnə əsasən cavablandırmağa çalışırıq. Nə istəyir bizdən birinci sualda? Deyir mətndəki hadisələri düzgün ardıcıllıqla müəyyən edin. Baxırıq biz ardıcılığa. Birinci nə ilə başladı? Birinci fermer tələ qurdu. Daha sonra tələyə bir ilan düşdü. Daha sonra ilan xanımı sancdı. Xanımı sancdıqdan sonra nə oldu? Xanım vəfat etdi. Və bunun nəticəsində Siçan bütün hadisələrin hər birini kənardan müşahidə edirdi. Biz mətndəki ardıcılığı bu şəkildə quraşdıracağıq. Demək bizim doğru variantımız nə olacaq? Bir də A variantı. İkinci suala baxırıq. Deyir mətndə tünd qara hərflə verilmiş ifadə ilə bağlı doğru fikri müəyyən edin. Bu sizin qarşınıza artıq gələcək. Burada tünd qara ifadə bizdə xəbər vermə ifadəsidir. Siz bunu testdə işləyəndə qara hərflə xəbər vermə ifadəsini görəcəksiniz və burada bizə deyir ki, doğru fikirləri müəyyən et. Xəbər vermək nədir? Məcazi mənadadır. Sabit birləşmə, yəni frazeoloji vahiddir. Məlumatlandırmaq mənasındadır. Doğrudur. Həqiqi məna bir də sabit söz birləşməsi deyil. 4 ilə 5-i isə çıxardırıq. Olacaq mənim doğru cavabım C variantı. 3-ə baxıram, mətnə əsasən doğruları tapmağa çalışaq. Deyir ki, tələ haqqında Siçan digər heyvanlara xəbər vermir. Xeyr, verirdi. Biri mən çıxartdım buradan. Tələyə ilan düşür və fermerin xanımını sancır. 2 doğru fikirdir. Axırda inək bütün hadisələri ibrətlə seyr edir. Xeyr, inək artıq, belə deyək, xanım üçün onu kəsmişdilər və artıq inək yox idi. Toyuq, qoyun, inək tələyə laqeyd yanaşır. Bəli, onlar hər biri deyir ki, bu sənin problemindir, bizim deyil. Bu baxımdan biz doğru fikir kimi 3-cü sualda 2-ni və 4-ü götürürük. Yəni B variantı doğru cavabımız olacaq. Gəlirik 4-cü suala. Nöqtələrin yerinə hansı cümləni yazmaq olar? Baxaq görək uşaqlar, nöqtələr hardadır? Deyir, amma onların hamısı cavab verirlər ki, yəni laqeyd yanaşırlar da qısaca. Baxaq görək nəyə uyğunlaşdıra bilərik bu fikrə? Birlikdə bu tələdən xilas olmalıyıq. Xeyr, onlar birlik nümayiş etdirmədilər. Tələ sənin problemindir. Bizə onun heç bir aidiyyəti yoxdur. Bax, B variantını biz nöqtələrə qoya bilərik. Əgər tələyə düşsən, bizə xəbər edərsən, gəlib səni xilas edərik. Elə bir şey də görmədik. Sən çalış, tələdən uzaq dur. Yenə də diqqətli ol. Bu fikri də görmədik. Olacaq doğru variantımız nə? B variantı. 5-ə baxırıq, üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirlər. Gəlin görək hansı sözlərimizdir. Tələ qurmaq həqiqidir. Daha sonra şorba bişirmək həqiqidir. Yola salmaq gəldi. Yola salanda o məcazi olacaq artıq. Sonra müşahidə edirdi. Müşahidə edirdini nə kimi götürəcəyik? Etmək, eləmək, bilmək, qılmaq feillərini biz əsasən həqiqi məna kimi uyğunlaşdırırıq. Demək bizim hansımız olacaq burada? 1, 2, 4-ü həqiqi mənada, 3-ü isə yola salmağı isə məcazi mənada götürərik. Bu baxımdan bizim 5-də uyğun cavabımız olacaq A variantı. 6-ya baxaq, qrammatika suallarına keçək. Deməli, bil sözü ilə eyni köklü deyil. Bilmək, nədənsə məlumat olmaq mənasında. Bilməkdən bilik yaratdıq. Bilməkdən bildir, yəni dırdır, durdur, leksik şəkilçi kimi düşündük. Bilməkdən bilici insan yaratdıq. Bizə leksik şəkilçi lazımdır, bilirik ki, eyni köklü sözlərdə. Və ən sonuncuya baxırıq, bilməkdən bilək. Axı, biz biləyi uşaqlar. Deməli, bilək. Biz bunu qrammatik şəkilçi kimi düşünsək, eyni köklü ola bilməz. Və yaxud da bir də biləyinə kimi düşünə bilərik? İnsanda olan bilək mənasında. Onu da sırf biz sadə söz kimi dəyərləndirəcəyik. Hər variantdan yanaşdıqda bizim bilək sözümüz variantımıza uyğun gəlmədi. Olacaq D variantı. Yəni bir dəfə siz onu bilməkdən biz bilək mənasında qrammatik kimi düşünürsünüz. Bizim eyni köklülərdə qrammatik ola bilməz. Yəni həmin cərgədə leksik şəkilçilərin yanında biz bilək sözünü tək qrammatik kimi verə bilmərik. Eyni köklü istəyir axı bizdən. İnsanın biləyi mənasında isə sadə sözdür. Bu halında da verə bilmərik. 6-da doğru cavabımız D olacaq. 7-yə baxırıq. O, ingilis dilində hansı hərflərin çox vaxt yanaşı gəldiyini analiz edir cümləsində. O əvəzliyindən sonra nə üçün vergül qoyulub? Bunun da qaydasını bilirik. Məlumdur bizə. O şəxsi əvəzliyi olmalıdır və özündən sonra gələn sözdə feil, köməkçi nitq hissəsi, burada istisnalar var, modal söz və nida. Bir də ki, əvəzlik ola bilməz. Əlbəttə istisnalarımız var, o qaydaya tabe deyil.
Amma bizim hazırki nümunəmizdə o şəxsi vəzli idi. Özündən sonra isə nə gəlib? Özündən sonra isə isim gəlib. Bu nümunəni əsaslandıra bilərik A variantı kimi. 8-ci sualımıza baxaq. Quruluşuna görə biri fərqlidir. Sıx, sıxlaş, sıxlaşası, sıxlaşasıdır. Düzəltmə. Düz, düzül, düzüləsi, düzüləsidir. Yenə düzəltmə. Qur, qurul, deməli qur, qurul, qurula, qurulasıdır. Orada bitişdiricimiz var bizim. Bir də xahiş edəsiyəm. Xahiş etmək artıq nə oldu? Mürəkkəb oldu. 3 dənə düzəltmə, bir dənə də mürəkkəb verib bizə. Quruluşuna görə fərqlənəcək D variantı. 9-cu sualla davam edək. Yazı makinası birləşməsində yazı sözü hansı haldadır? Əlbəttə ki, yazı sözü qeyri-müəyyən halda olacaq uşaqlar. Özündən sonra mənsubiyyət gəlib və özündə də heç bir şəkilçinin olduğunu görmürük. Biz də bilirik ki, mənsubiyyət şəkilçisi yiyəlikdən sonra gəlir və biz şəkilçi görmədiyimizə görə qeyri-müəyyən yiyəlik deyə dəyərləndirə bilərik. Sadə feilləri göstərir bizə. Baxaq uşaqlar. Yarışmaq, güləşmək, barışmaq, qarışmaq elə bizim sadə cərgəmizdir. Bunu əzbərləyirik biz. Baş, başla, bir-birləş, sıx-sıxlaş, düz-düzəl, düzəltmələri gördünüz. Yaz, yazış, çək, çəkiş, yaxın, yaxınlaş, qarış, sadə olacaq, amma digərləri düzəltmədir. Ağ, ağar, boz, bozar, sın, sındır, düz, düzəl, düzəlt. Hər birində leksiklərin şahidi olduq. A variantı sadələrdən ibarət idi. Ümumi qrammatik mənasına görə biri fərqlidir. Biz bilirik ki, bizim L şəkilçimiz var uşaqlar. Bu həm isim yarada bilir, həm də sifət yarada bilir. Əgər nəyisə keyfiyyətini, əlamətini bildirirsə nə olacaq? Sifət. Əgər nəyisə insan anlayışı olduğunu bildirirsə, artıq buna isim deyirsiniz. Qazaxlı, Qubalı, məktəbli, Qazaxda olan adam, Qubada olan adam, məktəbə gedən insan, şagird mənasında düşündük. Hər birində insan anlayışı gözümüzün qarşısına gəldi. Amma D variantı əxlaqlı, necə? Keyfiyyət bildirdi. Artıq əxlaqı olan insan mənasında, bir keyfiyyətə malik olan insan mənasında D variantı olacaq. Gəlirəm 12-ci sualımıza. Könlüm quşu qanad çalmaz, sənsiz bir an Azərbaycan. Burada siz könlüm sözündə hətta mənsubiyyət qəbul etdiyinə görə sait düşməsini görə bildiniz. Deməli, sözün kökündə sait düşməsinin şahidi oldunuz. Ümumi isimdir, doğrudur, təkdir, əlbəttə təkdir. Mənsubiyyət qəbul edib. Az öncə də qeyd etdiyim kimi, könül sözündə uşaqlar. Gəlin bir dənə buraya yazaq. Deməli, könül. Aha. Bu sözə mənsubiyyət, mənim könlüm qəbul etdirdikdə, söz kökündə qapalı saitin düşməsi halı baş verib. Mənsubiyyət də demək qəbul edib. Amma cəm şəkilçisi larləri görmürük ki, demək yanlış variantımız D variantı olacaq. Zərf olan cümləni göstərək. Zərf olan cümləmiz hansıdır? Mən kəndə atamla getdim. Yəni atamla birgə getmişəm. Burada qoşma olduğunu görürəm. Xaricdən ölkəmizə qonaq axını davam edirdi. Xaricdən ölkəmizə qonaq axını davam edir. Yenə də siz görmədiniz ki, burada hər hansı bir leksik şəkilçili zərfi. Həsən aylıq maaşını qənaətlə xərcləyir. Burada bizim Lalə eyni zamanda zərf düzəldən şəkilçimizdir, vurğu qəbul etməyən şəkilçimizdir. Düzəltmə zərfi gördükmü? Gündə qalmaq ziyandır. Desəydim ki, gündə o bizə gəlir. Bu zaman mən götürərdim bunu zərf kimi. Amma günün altında qalmaqdır burada. Yəni qrammatikdir. Götürməyəcəm. 14-də baxıram. 14 bizdən nə istəyir? Aşağıdakı xüsusiyyətlərə aid olan sözü tapmağımızı istəyir. Həm çox mənalı, həm arxaik, həm ümmüşlək olsun. Ümmüşlər arxaik çox mənalı dediyinə görə mən buradan hansı sözü götürəcəm uşaqlar? Bax, arı sözü, ağac sözü, ayaq sözü, yazı sözü. Hər birində həm ümmüşləklik var, hər birində həm də arxaiklik var. Bax, bu 4 sözün 4-ündə də. Amma arıdır, ağacdır, yazıdır. Bu sözlərimizdə biz çox mənalığın şahidi olmuruq. Çox mənalığa minus qoyuruq. Bircə dənə ayaq sözümüz ki var. Ayaq sözü. Məsələn, stolun ayağı, şkafın ayağı məcazləşdiyini gördünüz. Deməli, burada o çox mənalığa da gedib çıxırmı? Deyirsiniz, bəli, çox mənalıdır, arxaikdir. Eyni zamanda biz onu nə kimi götürürük? Ümumişləkdir. Olacaq bizim doğru variantımız C variantı. Dediyim kimi, nə arı, nə ağac, nə də yazı bizim verilmiş variantlarımızı ödəmədi. İkisini ödədi, çox mənalı sözü ödəmədi. Buna görə çıxardırıq və ayaq sözünü doğru olaraq dəyərləndiririk.
Ayaq bilirsiniz ki, arxaik söz kimi nə deməkdir? Qədəh mənasında işlənir. Yəni, şərab içilən bir qədəhmi deyək, su içilən bir qədəhmi deyək, bax bu mənada işlənəcəkdir. İndi isə insanın hər hansı bir bədən üzvüdür. Arxaik kimi gördünüz, çoxmənalı kimi qeyd elədim az öncə. Stolun ayağı, şkafın ayağı və s. Bir də ümüşləkdir. Ümüşlək nə deməkdir? Hamımız başa düşürük. C variantı doğru cavabımızdır. 15-ə baxıram, məstər istəyir məndən. Məstər hansı şəkilçi ilə düzəlirdi? Məstər maq şəkilçisi ilə əmələ gəlirdi. Yaxşı yazılan kitab çap olundu. An-ən. Biz onu harda öyrənmişik? Fe'li sifətdə. Gələcək bizə çox şey vəd edir. Burada nə sualına cavab verir? İsimdir. Getdiyimiz yol, dıq mənsubiyyəti hardan keçmişik? Onda fe'li sifətdə. Bizdən isə məstər istəyir. Mən bura gəzməyə gəlmişəm. Sadəcə olaraq orada nə baş verib? K-y əvəzləməsi. Saitlə başlayan şəkilçi gəldiyinə görə K-y əvəzləməsi baş verib. Gəz sözünün üzərinə maq-mək artırmaqla yaranıb. Doğru cavabımız olacaq B variantı. Bu qədər uşaqlar.